Biz nəyə görə hər şeyi başqa bir günə ertələyirik? Səbəblərin başında perfeksionizm gəlir. Yəni bir şeyi ya mükəmməl eləmək, ya da ümumiyyətlə ondan uzaq durmaq. İkinci səbəbimiz qorxulardır. Qorxuruq ki, alınmaz, qorxuruq ki, uğursuz olar, başqaları tənqid eləyər və s. və ilaxır. Üçüncü səbəbimiz iradə zəifliyidir. Biz heç bir şəkildə iradəmizi toplayıb başlaya bilmirik. Dördüncü səbəbimiz hardan başlayacağımıza qərar verməməyimizdir. Bəzən olur ki, bir şey fikirləşirik, mən bunu eləyəcəm, amma onu eləyəcəyimiz gün gələndə necə, hardan başlayıb eləyəcəyimi təxmin edə bilmirik. Beşinci səbəbimiz motivasiya azlığıdır. Mən bunu niyə eləməliyəm? Bu mənə nə verəcək? Bu mənə hara aparacaq? Nəticə nə olacaq? Və sonuncu səbəbimiz daxili müqavimətdir. Bəli, əgər səni kimsə bunu eləməyə məcbur eləyirsə, hətta özün belə, nəticə olaraq sən onu eləmək istəmirsən. Daxilində bir üsyan qalxır.